Sen demin sonra o yüzden beri durun. Yani siz de neyse deyin de. Görüşmüşüz. Şehidimiz vardı. Yadı Möhkemler. Nadir gözünüzün qabağında büyümüşdür. Allah rəhmət eləsin. Nadirin timsalında cəm şəhidlərimiz. Allah. Bu illər çətin illər. Belə buradakılar, insanların çoxu da oldu. O həmən illər danışıqları, sağlamlıqlarını itiriblər. Və ordumuz vardı. Böyle değerli silahımız var. Elmən almışdan Nadir timsalında bütün şəhidlərimiz var. Sular qəhrəman uzasınlar. Allah cəm şəhidlərimiz verir. Allah rəhmət eylesin. Ruhu şad olsun, ruhu qarşısında da baş verir. Bugün bilirsiniz ki bizim bunları Kəntamızda məktəbi Nadir Aşıqovla başlayır. Bugün şəhidimiz Nadirin doğum günüdür. Çok sağ olun Bundarı cəmaatı, təşəbbüs göstərmişsiniz, gəlmişsiniz. Şəhidlər haqqında danışmaq bizim üçün həm çətindir, eyni zamanda da çox qürur vericidir. Məktəb olaraq, təhsil olaraq. Mən keçən dəfə də sizlərlə görüşdə qeyd elədim ki, Bundarı Kənd Tam Orta Məktəbi öz qədim tarixi ilə vaxtlı məktəbləri arasında xüsusi və xüsusən də məktəbimizin adının şəhid adı ilə bərabər anılmasına görə bizim üzərimizə düşən məsuliyyət birə-bir dağıtır və bu məqsədlə də biz bu məsuliyyəti həmişə dərk edərək çox yaxşı nümunələr həm təhsildə, təhsildən nailiyyətdə, həm müəllimlərimizin ruhlarında, şagirdlərimizin ruhlarında nümunə olmağa çalışırıq ki, məktəbimizin adı şəhidimizin adı ilə bərabər yaşasın. Çünki o ad çox dəyərlidir. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Milli qəhrəmanlığına tutulmuş hər bir şəhid bizim üçün ürəyimizin başıdır. Yəni, şəhidin statusu yoxdur. Onlar ən ali zirvədir bizim üçün. Üzərimizə düşən yük ondan ibarətdir ki, biz öz şagirdlərimizi sözün əsl mənasında vətənpərvərlik ruhunda böyütməliyik, onları bu ruha aşılamalıyıq. Və qəhrəmancasına canından keçən şəhidlərimiz də onlar üçün bir nümunədir. Təbii ki, məktəbimizin koridorunda da siz görmüşsünüz. Biz Bundarlı məktəbinin şəhid məzunlarının hər birisinin xatirəsini əbədiləşdirmişik. Onların adına sinif otağı açmışıq və o şagirdlərin timsalında biz həmişə öz şagirdlərimizə də bu təbliğatı aparırıq. Şəhidlər
heç vaxt unudulmaz. Yəni unudulsa da bu vətən olmaz. İstəyərdim ki, məktəbimizin tarix müəllimi, uzun illər məktəbimizdə fəaliyyət göstərən nümunəvi pedaqoji işçimiz Naimə müəlliməyə söz verim. Buyurun Naimə müəllimə, fikrinizi bildirin. Nəsil olaraq biz son 30 ildir necə yaşadıq ki, Allah bilir, bir özümüz bilirik. Nə qədər ağır sınaqlardan keçdik, ona şahid həm zamandır, həm gözlərimizdir, yaşadığımız həyatdır. Nələrdən keçdik bir Allah bilir. Və həmişə tədbir keçirərdik. Tədbir keçirərkən belə bir nida keçərdik əlimizdən. Gün o gün olsun ki, torpaqlarımız azad olsun. Və çox şükür gün o gün oldu, torpaqlarımız işğaldan azad oldu. Bugün sizlər, sağlar, sağ olan insanlar o torpaqları gedirsiniz, gedirik, ziyarət edirik və o qədər ağırdır o həyat, o həqiqəti qəbul etmək. Çünki o insanlar ki, canlarını torpaqlar üçün qurban verdi, onların sabahları da yoxdur, onların gələcəkləri də yoxdur, onların uşaqları da yoxdur. Və yaxud da ki, yəni bizim üçün o torpaq üçün qurban yoxdur o insanlar. Yəni bunun ölçüsü yoxdur, bunun qiyməti yoxdur, bunun dəyəri yoxdur. Biz onu bir qəhrəman deyirik, amma bəzən qəhrəman sözü də ifadə edə bilmir o insan nəyi verdi onu. Və onlar bizim üçün həqiqətən çox əzizdirlər. Bəzən bunu burdaq deyir, bəzən deyim dərk etmir. Amma mən istəyirəm bizdən sonra gələn nəsillər bunu dərk eləsin, bu həqiqəti dərk eləsin, şəhid olmağın mənasını dərk eləsin. İnsanın vətəni, torpağı, eli, obanı canından çox qiymətli bilməsini dərk etsin. Bax, bu həqiqət budur. Nadir bizim üçün belə bir insan. Məsələn, mən Nadirin kəndisi deyiləm, Nadirin elindənəm. Amma onun həyat səhifəsini ki, danışırlar həyatını, lap aşağıdan bəri o ömür yolunu danışırlar. Yəni, ürək adamı görünür ki, bu insan həqiqətən torpaq üçün doğulmuş, vətən üçün doğulmuş, vətənə qurban getməyib, bacarmaq qədər böyük bir ürək sahibi olmuşdur. Nə deyim, yəni bütün ürəyimin yanğısıyla bütün hisslərimi sizinlə bölüşməyə çalışdım. Düşünürəm ki, siz, onun dostları, sinif yoldaşları eyni mənim hisslərimi keçirirsiniz. Yəni sizin ayaqlarınızı ilə bu hisslər bura gətiribdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox tarixi bir gün yaşayırıq. Yəni çox tarixi bir günlər yaşayırıq. Bax, ətrafımızda baş verən, gecə-gündüz izlədiyimiz hadisələr. Yəni bizi başqa ölkələrindən çox şey fərqləndirir. O fərqləndirilən işlərin içərisində mən o gənclərimizin vətənpərvərliyini böyük hərflərlə yazmaq istəyərdim. Vətənpərvərlik. Və Allah bizim gələcək nəsilləri də o ürək sahib etsinlər. Yəni vətənpərvər olsunlar. Onlar da bizim gənclər qədər vətəni sevməyi bacarsınlar. Yəni gələcək nəsildən ibarətdir. Gələcəyimiz gələcək nəsildən ibarətdir demək istəyirəm. O nəsillərimiz xeyirli nəsil olsun, xeyirli övladlar olsun. Yəni bizim ən böyük uğurumuz odur. Bizdən sonra gələn nəsil bizdən də vətənpərvər olsun. Ən böyük uğurumuz odur. Bizim təlim, tərbiyə işimizin elə bir qayəsi də odur. İnşallah ki, elə olsun. Və ölənlərimizə, bütün şəhid olan balalarımıza da yenə Allahdan rəhmət diləyirəm. Yəni, onlar bizi bağışlasın. Ruhları şad olsun həmişə. Ümumiyyətlə, pedaqoji fəaliyyətdə qadınların məktəbində, zorluq pedaqoji fəaliyyətdə qadınların məktəbində baş etdi. Baxmayaraq ki, mən bu hadisələrin şahidi olmamışam, amma o dönəmin Nadirin uşaqlığından tutmuş, o çətin dönəmdə bugünkü uğurumuzu, bütün bu tarixi şahidlik edən bir şəxsdir. İstəyərəm Zeyfət Məmmədi qeyd edirsən. Pega, meu beijo.
bugün bizim doğmamız, əzimiz, Nazirə Xatırlı ailələri başsağlıq deyirəm. Müəllimə dediyim kimi, nadir bir kəndi ailənin övladı olmaqdan Azərbaycan övladına çevrildi. Təkcə nadir yox, bütün şəhidlərimiz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Eyni zamanda 44 günlük müharibədə yəni qorxmadan düşmənin üzərinə gedən bütün hərbçilərimizə canı sağ olsun. Yəni onlar da şəhid olmasalar da vətən uğrunda öz canlarına keçməyə belə hazırdılar. Öz kənd cəmiyyətimizə də minnətdarlığımı bildirirəm. Şəhidlərimizi belə yüksək qiymətləndirdiyinə görə, bu gün burada toplaşdıqlarına görə. Bu bizim borcumuzdur, müqəddəs borcumuzdur. Şəhidlər dediyim kimi bir ailənin övladı deyil, hər birimizin övladıdır. Hər birimizin əzizidir, doğmasıdır. Onlar bizim üçün, bizim gələcəyimiz üçün, gələcək nəsillərin xoşbəxt, firavan yaşaması üçün canlarından keçdilər, şəhid oldular. Bugün burada mənim sinif yoldaşım Abış da iştirak edir. İştiracımız da o deməli qəhrəmanlardan biridir, canlı qurban verənlərdən biridir. Və müəllimə dediyi kimi, direktorumuz dediyi kimi koridorda şəkillər asılıbdır. Onların hər biri vətən uğrunda canlarına keçməyə hazır olan Dondarlı cəmaatının Dondarlı övladlarıdır. Eyni zamanda Azərbaycan övladlarıdır. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. Bugün bilirəm ki, ruhları şaddır. Çünki vətən torpağı azaddır. Biz o torpaqlara azad gedirik, sərbəst gedirik. O torpaqlarda rahat gəzirik. Deməli, onların ruhu da şaddır. Bu qədər. Çox sağ olun. Mən də şəhid qardaşımızın məkanla, məqamla Allah yanında, Yaradan yanında, uca olduğunu, fərqindəyəm, bizlərin də yanında ucadır, uca tutaraq ziyarətinə gəlmişik. Dondarlı ictimaiyyətinlə, Dondarlı kollektivinlə. O bizim borcumuzdur. Mən bunu demək özümə borc deyiləm. Mən ilk dəfədir ki, şəhid tədbirində yalnız şəhiddən danışıldığını şahid oldum. Yəni, çox vaxt şəhid tədbirlərində şəhiddən xatirəsindən çox hər şeydən danışılır. Allah canını sağ eləsin, müəllim kollektivinə təşəkkür edirəm. Bir-iki gün bundan qabaq da yenə dərs vaxt olmadığına görə qapılarınızı bizə atmışdınız. Ziyafət müəllimə, bizə bütün müəllim kollektivinə təşəkkür edirəm. Allah canınızı sağ eləsin, gənclərimizin, uşaqlarımızın milli vətənpərvərlik uğrunda böyüməsində siz pedaqoqların böyük rolu var, valideynlərdən çox. Biz Dondarlı ictimaiyyəti, Dondarlı şəhidlərinin xatirəsində əbədiləşdirilməsində tutaraq onların şəhidlərinin şəhidlərin kəfən rolunu oynayıbdır. O şəhidlər bayramında onların şəkillərinin həkk olunduğu bayraqları Dondarlı şəhidlərinin ailə üzvlərinə təqdim edilir. Biz də Dondarlı ictimaiyyəti olaraq qərara gəldik ki, Nadirin şəkil həkk olunduğu bayrağı onun adı daşıyan Dondarlı kənd orta məktəbinə təqdim edilir. Allah canınızı sağ eləsin. Şəhidimizin də məkanı, məqamı uzadır. Yanında, Yaradan yanında. Mən inanıram ki, bu ali bayraq bizim məktəbdə ən gözəl bir işə basılacaq. Həmişə uşaqlarımıza, gənclərimizə nümunə olaraq göstərilir şəhid bayrağı. Allah canınızı sağ eləsin. Həmişə belə şəhidlərimizin xatirəsini uza tutaq. Onlara bizim vətəndaş borcumuz, onlara bizim sonsuz borcumuz. Nadir'in də hər kəs Nadir haqqında danışır. Nadir yaşından çox böyük. Siz tanımırsınız, onlarların hamısı buradadır.
ədəb ərkan sahibi, əxlaq sahibi idi. Bizdə bir söz var, deyirlər, gözdən gəlmən həyalar. Həm yaşıdır, məndən bir sinif var oxuydu, həm də qonşuluqda təzir girmişdilər, elə oradan da belə tanış yoldaşlığımız var idi. Nadir haqqında, ədəbi ərkanı haqqında nə desəm alır. Allah canıdır sağ olsun. Allah məqamın və məqamı verir. Sağ olun. Bugün bilirsiniz ki burada da tedbir ben bir de buluyorum ki biz bu mektebin adını şehit kaldırmak gerçekten mesuliyetli şeyler güzel bir şey. Dedim şehit bu birliğimiz için, bunlarla cemaatinin bu birliği için ben hemşe diliye eləmişim. Siz şəxslər həmişə filmlərdə bütün şəhidləri də verirsiniz. Çox gözəl bir təşəbbüsdür, yaxşı bir nümunədir. Çünki Qubadlı əhalisi, Qubadlı cəmaatı həmişə mərdiliyi ilə, saydıqlığı ilə seçilən cəmaatdır. Siz çok sağ olun, var olun, görənləriniz var olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmişə bu günümüzə görə qürurlular, bütün Azərbaycanımıza, suveren Azərbaycanımıza qürurluyuq. Allah torpaqlarımızı, müstəqilliyimizi, azadlığımızı qorusun. Bunun üçün də bizim üzərimizə düşən nə varsa bilməli olaraq, təsir üçün məktəb olaraq yerinə yetirmək lazım. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun.